Yaz aylarında küçə və parklarda qarşımıza çıxan bu bitkinin 25 xəstəliyi sağaltdığını bilirdinizmi? Əsrlərdir xalq təbabətində istifadə olunan zəncirotu bitkisinin bugün faydaları haqqında danışacağam. Onun istifadə qaydası və müalicə üsulları haqqında videomuzda ətraflı məlumat alacaqsınız. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Kimyəvi dərmanlar olmayan vaxtlarda insanlar dərman bitkiləri ilə müalicə olunurdu. Təbiətin bəxş etdiyi möcüzə otlarla hazırlanan qarışımlar insanları daha sağlam və uzun ömürlü edirdi. Lakin təəssüf ki, son illər insanlar bu cür müalicə üsullarını unudub. Misal üçün, leykoz termini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və çoxlu pul tələb eləyən həkimlər gəlir. Amma gözümüzü açıb ətrafa diqqətlə baxsaq, həyətyanı ərazilərdə və bağlarda qarşımıza çıxan adi bir otla biz bu xəstəliyi müalicə edə bilərik. Zəncirotu. Bu bitkinin yarpağı, kökləri və çiçəkləri leykozla mübarizədə möcüzə yaradır. Zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykozun 3 növünü məhv etdiyi aşkar olunub. Deməli, bu bitki 48 saat ərzində xəstə hüceyrələrin 95%-ni məhv eləyir. Bəli, düz eşitdiniz, tam 95%-ni. Windsor xərçəng araşdırmaları qrupunun əməkdaşı onkoloq Karolina Ham leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı bir pasiyenti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyi başlamağı tövsiyə edib. Bir müddətdən sonra onu müayinə edən həkim nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Deməli, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox tədqiqatların nəticələri təsdiq eləyir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Zəncirotunun faydalarından yararlanmaq üçün onun bütün hissələrindən istifadə edə bilərsiniz. Zəncirotundan hazırlanan çay müxtəlif xəstəliklərin müalicəsi zamanı çox təsirlidir. Qanda şəkər səviyyəsini endirir, xolesterini yox eləyir, mədə-bağırsaq sisteminə çox xeyirlidir. Zəncirotu çayı sidikkovucu təsirə də malikdir. Ondan mütəmadi istifadə eləməklə börəklərdə daş yaranmasının qarşısını ala bilərsiniz. Hazırda Fransada və İtaliyada zəncirotu sənaye bitkisi kimi yetişdirilir. Biz isə küçədə yeriyərkən belə ona rast gəlmək mümkündür. İlıq və yağışlı yerlərdə daha çox məhsuldar olan zəncirotu günəşi çox sevir. İndi də gəlin sizə bu möcüzəvi bitkidən hazırlanan çayı təqdim edeyim.